Verilişin baş sponsoru Vitaprost. Kişi sağlamlığı vacib olduqda. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. CBC Sport'a baxırsınız əziz tamaşaçılar. Ay Həkim davam edir. Qonağımız dermatokosmetolog doktor Ramil Qocayevdir. Və biz bugün saç problemlərindən danışırıq. Daha doğrusu saçın olmaması problemlərindən, saç həkimi və digər müalicə üsulları. Ramil doktor, gəlin biz bu yeni üsullar olan Safir və Deçoyla davam edək. Sonra da qadınların saç tökülməsi məsələsinə nəsə bir çarə fikirləşmişsiniz, yoxsa o haqda danışaq? Əlbəttə, buyurun o barədə deməli, Safir dedikdə əvvəllər kanal açımında istifadə olunurdu adi jiletlər. Və o, belə deyək, onu kəsməli idin, düzəltməli idin, istiqamət verməli idin, qreftə uyğun ölçülər formalaşdırmalı idin və s. vəziyyət idi. Və belə desək ki, bir balaca sağalmanı da gedişdirirdi açığı. Kanalın dərinliyi istədiyimiz diametrdə olmurdu və s. Amma son zamanlar o Safir alətindən artıq mən demək olar ki, Azərbaycanda ilk istifadə edənəm. Yəni, çünki artıq belə desək, 7-8 ildir mən bu Safiri işlədirəm. Və inanın ki, o Safirin deməli olması bizim çox köməyimizə çatdı. Hər ölçüdə var, hər ölçüdə istifadə edirsən, ucuz bir şey deyil, açıqda deyim. Və onun istifadəsi zamanı bir nəfərə, uzağı 2 nəfərə sterilizasiya sonra istifadə edə bilərsən. Və bu Safir alətinin xüsusiyyəti nədir? Deməli, özünün qələmi var və o qələmlə kanal açdıqda istiqamət verməkdə çox rahatsan və belə desək ki, effektli nəticələr almaqda çox böyük kömək eləyir. Yəni, həm nəticəyə təsir edir, xəstə məmnun qalır, həm də həkimin işini asanlaşdırır. Həm də işini artırır, həm də sağalmanı yaxşılaşdırır. Daha tez sağalır. Daha tez sağalır. Sonra son zamanlar yox, artıq neçə ildir, 6 ildir Deçay çox istifadə edirik. Ora hətta o sahədə maraqlar hələ çox deyil. O xüsusi qələmlərdir və o qələmlərə ucuna taxılır qreftlər. Kanal açmadan, yəni heç bir kanal açmadan biz o qrefti dəri içinə yerləşdirmiş oluruq. Maraqlıdır. Deçay çoy deyirlər bu deməli əməliyyat yönünə də. Deməli, məsələ nədədir? Burada nə edirik? Burada da yenə də qreftlər baxılır, üçlü qreft, ikili qreft və s. sıxlaşma deməli əməliyyatında qadınlara uzun saç əkimində həmin bu dediyim üsuldan istifadə edirik. İndi gəldik qadınlara, o suala. Gəldik qadınlara ki, məsəl üçün, saçı seyrəkdir, tiroidə görə deyək ki, mən də burada biraz narazıyam. İndi mən özümə nəzər tutum, daha belə çox gözə çarpan olur ki, tiroidə bağlırıq və yaxud hansısa bir stressdən sonra alopesiya yaranıbsa və yaxud elə hipofunksiyası olan xanımların qaşının kənarı tökülür. 1/3-də bayağı bir tökülmələr biz müşahidə edirik. Bəli. Baxın, bu məsələlərdə nələr etmək olar? Deməli, ümumiyyətlə, yenə də siz bizdən daha yaxşı bilərsiniz. Bu tiroiditlərdə əsas problem orqanizmdə metabolik problemlərin olmasına görə seyrəlmə hər yerdən gedir. Yəni, ənsədən də gedir, təpədən də gedir. Bu zaman bir mənası olmur arxadan qrefti alıb önə sıxlaşdırmağın. Çünki o proses daim onlarda tükün fazaları dəyişir deyə, yəni yavaşıyır deyə, sürəti azalır deyə, onlarda telogen saç tökülməsi daha çox olur. Yəni, ümumiyyətlə saç tökülmələri, saç inkişafı fazaları var. Anajen, katajen, telogen fazalar. Hal-hazırda olan saçımızın adı anojen fazalardır. Katojenlər yatmışlardır. Hələ yetişməyib. Bəli, telojenlər nazik çıxmaqda olanlar və s. bir də neogenez var. O da artıq ikisinin arasında olan bir fazadır. Yəni, insanın tiroiditi olan qadınlarda əksər vaxtı qadın tamaşaçılarımız bizi yaxşı dinləsin. Məndən çox tez-tez istəyirlər. Saç həkimi bizə inanın ki, sizə saç həkimi eləmək özü bir sizə ağırlaşma verə bilər. Yəni, ənsə tərəfdən alınan qreftlərin keyfiyyəti olmur ki, siz onu harasa yerləşdirəsiniz. Və yerləşdirdiyin zonanın da qan dövranı, məsələn, anemi xanımlar,
görürsən ki, dəmir azlığı var, Feritini 5-dir. feritini Ha, ək ona saç. anemiya, o çıxmır axı, normal da inkişaf eləmir. Qadınlarda saç əkilməsinin bəzi məqamlarda icra eləyirik və tərəfimizdən də çox gözəl nəticə alınır, çox şükür, amma hər adama deyil də. Məsələn, traksion saç tökülmələrində badəm göz olsun deyə saçını dartan xanımlar olur. O saçını dartdıqca o hissələrdə uzun müddətli və geri dönməz traksiya dartma deməkdir. Dartırlar. Dartır. Salonlarda eləyirlər, xüsusilə bu toya gedəndə baxışdan ki, birdən-birə qadınlar hamısı belə olur. Çox böyük travmadır. Yəni çox böyük Olmaz o travma. da eləmək. İnan 2000 greft, 3000 greft gedirik həmin nahiyələrə. Nə danışırsın? Ənsədən alırıq, pəncərə açırıq ənsə tərəfdə və o ənsə tərəfdən greftləri alır. Ora elə bir greft əkməlisən ki, yəni uyğun gəlsin də, yəni yan tərəfi Çox saçlar. maraqlıdır ki, necə gəzirlər. O narahat. Mən ömrümdə bir dəfə bunu mənə elədilər. Toyun ortasında saçımı açdım ki, onun başı ağrıyır. Yəni necə belə gəzirlər? Bütün gün o saçı belə dartılıb. Yox dedim, uzaq başa deyəcəklər ki, bir qırışları var. Maşallah badəm gözdür, amma onlarda badəm göz olmur. Yox, make-upla eləyib. Əslində deyil. Güləndə vəbşə itir gözlərim, yoxdur. Məsələn, ondadır ki, o insanlara traksion saç tökülmələrini çox əməliyyat eləmişik. Gözəl nəticələri olur. Amma ona görə də indidən deyim ki, yəni çox dartmağa qaçmasınlar. Həqiqətən böyük problemlər olur. Toydan bayramdan olar, amma davamlı belə dartılı şəkildə gəzməyi çox narahat. Hər gün gəzirlər. Bir də qız uşaqları olur. 16, 18, 22 yaş universitetə gedən qız uşaqları bir ara dəvdə idi. Dartıb, yəni arxadan xvost yığırdılar. Quyruq yığırdılar. O inanın ki, o da uşaqlarda böyük problemlərə gətirib çıxardırdı. Yan tərəfdən tökülmə əvvəlcədən başlayır. İnanırsınız? Daha tez başlayır. Bir var ki, məsələ ara sıra dartasan, elə bir travma olmur. Amma o hissələrdə, yəni söhbət gicgah nahiyəsində olan tüklərin özünün dözümlülüyü də zəif olur deyə tez traksiyaya məruz qalır və geri dönməz tökülmə yaranır. Ocaqlı hətta. Məcbur olur, bura saç əkirik. Bir də qadınlarda ən böyük problemlərdən biri də alın kiçiltmədir. Məsələ, olur ki, o insanlarda alın anadan gəlmə böyük olur və bu alın olan məsafə, musculus belə frontalis, yəni alın əzələləri böyük olur. Bu insanlarda alın qabarı olur, yəni söhbət frontal sümükdən gedir, alın sümüyündən və nəticədə onlar alın kiçiltmə əməliyyatı istəyirlər. O çox gözəl icra edilir, yəni normal nəticə alınır, super nəticə alınır və nəticədə estetik olur. Qadının öz ön xətti var. Yəni o line, hair line qadınlarda kişilərdən tamamilə tərsinədir. Yəni tamamilə əksinədir. Tamam başqa bir şey. Çünki qızlıq saçları, yəni uşaq saçları, terminal saçları keçdikdə qadınlarda o terminal zonanın, yəni aralıq saçların üzərindən terminal saçlar çıxır. Yəni necə onlar 16 yaşındaysa... Yəni ki, bu balaca saçlar, bu kiçik sonradan çıxanlardır. Bu kişilərdə o tökülür, qadınlarda qalır. Bu qalır. Bəli. Aha, maraqlıdır. O qadınlarda o saçlar qalır deyə, terminal saçlar kimi inkişaf edir deyə, ona görə də alın kiçik olur. Bəzən olur ki, o qadınlarda ki, alın böyük olur, biz onu məcbur olub aşağı salırıq. Orada da yenə də elə çox incə əməliyyat aparmalısan ki, saçının özünün, qadının öz saçlarına uyğun saç həkimi ola. Belə deyək, ruslar ona padqon deyir. Yəni onu elə bir uyğunlaşdırmaq. Necə çətindir bu işlər. Çox çətindir. Çox çətindir. Bir də qadınlarda ən çox problem, onu da deyim, yəni epilyasiyalardır. Yəni epilyasiyalar sizə də yəqin nümunənizdə var. Deməli, görmüsünüz, alın tərəfdə epilyasiya edir. O olunan epilyasiya sadəcə epilyasiya zonasına təsir eləmir. Mən onun icraçısı kimi bilirəm, onun fizikasından da xəbərim var ki, epilyasiya zamanı həmin o Aleksandrit lazerlər, 755 nanometrlik lazer bir yerə əgər tutaq ki, misal üçün 10 joule enerji verirsə də, digər yerə 2 joule da verir. Yəni bir yerə vermir o istiliyini, ətrafa da verir. Yəni onun mümkün deyil ki, bir nöqtəyə də deməli epilyasiya hərəkət edir. Misal üçün deyir, gəl alnıma deyiləm, üzün açılsın. Açılır, çox açılır da onda. Çox açılır. Buradan tüklər də tökülür. Məcbur olur da, yəni lazımlı tüklər də tökülmüş olur. Ən nahiyə, deməli gicgah nahiyəsindən, bəli. Hətta olur qaş seyrəlir. Qaşın üstündə olan tüklər, məsələn, sizdə də bir pasiyent xəstələr var, qırsütizm olan və yaxud da erkən hormonları yüksək olan kişi hormonları. O insanlarda, məsələn, ən çox da alaqsuz 16-18 yaşlı qız uşaqlarına baxırsan ki, qaş seyrəlir. Hamısı epilyasiya görə olur o.
Yəni qaş nahiyəsinə, ətrafına 2 sm-ə yaxın zonada epilyasiya çox ehtiyatlı olunmalıdır. Və ya olunmamalıdır. Və ya olmamalı. Dəri tiplərinə də uyğun olmalı. Yəni dəri tipi məsələ ikinci tip, üçüncü tip dərilər. Qafqaz tiplilərə müəyyən lazerlər mövcuddur. Sarı tiplər üçün fərqli olmalıdır. Bizim Azərbaycanda ümumiyyətlə areal olaraq müxtəlif rəngli insanlar yaşayır. Görürsünüz ki, iqlimimiz şimaldan cənuba nə qədər dəyişir. O qədər də bizim insanlar yaşayır. Ona görə də hər dəriyə uyğun epilyasiya dozası müəyyən olunmalıdır. Qadınlara budur. Bir də qaş həkimlərdir qadınlarda. Qaş seyrəlməsi, ələlxüsus 50 plus qadınlarda qaş seyrəlməsi baş verir. Nədən? Qaş yolunur, alınır, qaş küsməsi deyə bir baş verir. Yəni əslində küsmə dırnaq arası bir ifadədir. Həmin dediyim traksiya baş verir. Yəni yolduqca kökü zədələnir. Çünki Allahdan indi qalın qaşlar moddadır, dəbdədir. Hə, o qaş alınan qaşlar var ya, inanın ki, əvvəl alırıq, sonra da gedib təzədən əktiririk ya da mikroblading edirik. 10 gün qabaq eləmişəm birini elə. O qədər alıb ki, alıb. Sonra da yuxarıdan bir dənə xətt atdıblar, tatu. Və o tatu da indi məcbursan tatunun yerinə kəsən. Qaşda o biz alırıq. Olurmu tatun yerinə əkmək? Olur, olsun, problem deyil. Sadəcə olaraq biz onu artıq qaşı qaş yerinə əkmirik deyə bir ömür onu gərək uclarını kəsə, o saçdan alırıq biz onu. Yəni uclarını kəsə, uzanır. Hə. Və burada da indi qaş yerinə əkilsə, qaş tükləri kimi sivriləşə bilər. Bir müddətdən sonra sivriləşir. Amma indi onlar ondan məmnun qalır da, həmin o qaş yöntəmini də çox çətindir qaşla əkmək. Qaş əkmək, məsələn, bəzi xanımlar, həkim xanımlar və ya qeyri-həkim kosmetologlara maraqlı gəlir qaş həkim. İnanın, qaş həkim saç həkimindən də çətindir. Daha çətindir. İstiqamətlər, inanın ki, 5 sm-lik bir qaşda, deməli, hardasa saymışam, 10 istiqamətdə tük var. 10 istiqamətdə tük var. Yəni 10 istiqamətdə sən o istiqamət verməlisən. Ona ki, normal anla. Hər bir qreftin istiqaməti başqadır. Maraqlıdır. Yəni hər bir saçlar gedib gücünün qanunda baxsaz, görərsiniz ki, insanın saçlarının, qaşlarının, tüklərinin hər istiqamətini eyni olan yarpaq kimi, eyni istiqamətdə olan tük tapa bilməzsiniz. Hər biri bir istiqamətədir. Yəni, çox maraqlıdır. Çox maraqlıdır. Doktor, belə bir sual verəcəm sizə. Kimi geri qaytarırsınız ki, yox, əkmək olmaz? Deməli, erkən həkimlər, birinci odur, onları deyirəm, hələ tezdir. Yəni, uşaqlar evlənəsiyəm, mənim artıq vaxtım yoxdur, mən indi saç lazımdır, saç mənə indi olmasa mən yaşaya bilmərəm və s. onları bir şəkildə psixoloji təsir edirik. İkincisi, çox yaşlı adamlar, yəni 70-ə qədər saç həkimi icra eləmişik. 70 üstü bəzən imtina edirəm, çünki əlavə xəstəliklər yaranır, qan dövranı pozulur, periferik vazospazm olur, aterosklerotik dəyişikliklər olur deyə məsləhət görmürəm o ərəfədə saç həkimi. Ələlxüsus anemik adamlar, məsələn, təzyiq aşağı olan, baxırsan ki, həqiqətən genetik olsa da talasemiya daşıyıcısıdır və s. və ələxədə bu kimi adamlarda da saç həkimini şərtlə icra edirik və yaxud da imtina edirik. Yəni bu da çox vacibdir. Son vaxtlar Covid-dən sonra ağırlaşmalar oldu. Yəni çox olurdu inəməyanda. Yəni insanların qan dövranı qatılaşması sorun olurdu deyə o mütləq trombositlərə baxırıq ki, bunlara da icra eləmək olar, olmaz. Onu da bir nəzərdən keçiririk. Qaldı ki, ağır şəkər xəstəliklərinə ehtiyatla yanaşırıq. Çünki onların da regenerasiya, angiopatiya, mikrosirkulyar distoniyalar problemlər gətirib ona çıxardır ki, saç həkimini müəyyən dərəcədə labirintləşdirmir. Çox vacibdir. Bir də ki, infeksion ağır xəstələri, virus xəstələri bu cür adamlara, bazası az olan insanlara imtina eləməyə məcbur oluruq. Ki, azdır tük, yəni götürsə də nəticə olmayacaq. Onun istəyi ilə çox tökülür. Bizim verə biləcəyimiz, mən əslində əvvəllər daha çox imtina eləyirdim. Deməli, bazası az olan insanlara. Yəni, pasiyentin gözləntisini doğrultmaq lazımdır, onun gözlədiyini. Onu izah eləmək lazımdır, yəni göstərmək lazımdır, anlatmaq olmaz da. Yəni, birinci növbədə başa salmaq lazımdır ki, sizin saç həkiminizdə real nəticə seyrək olacaq. Çünki anadan gəlmə sizdə qreftlər nazik, seyrək və cansızdır. Yəni, bu insanlar əgər saç həkiminə razılaşırsa da, artıq sizin dediyinizə qatlanır deməkdir. Amma bəzən olur, gözləntisi artıq çox deməli olur. O insanlara biz məsləhət görmürük saç həkimi. Sonra narazı qalmasın. Sonra narazı qalmasın deyə. Yəni çox vacibdir də. Yəni insanın
Bəzən elə tam tökülmüş adamlar var, onlara həqiqətən yaraşır. Yəni keçərli yaraşır. Onlara heç ehtiyac olmur məsələ. Bəzən indi də dəbdəbə Bruce belə Willis. keçəl, biraz saqqal, bir də açki, göz eynək taxırlar, o da başqa bir imaj olur. Xarizmadır. Amma indi elə insanlar var, heç keçərli yaraşmır. Məsələn, ənsə tərəfdə çox güclü deməli bazası var, amma ortada saçı yoxdur. O insanlar saç əkdirməyə çox tez razılaşırlar. 15 yaş cavanlaşırlar. Ya, çox Mən fərq görmüşəm eləyir. sizin xəstələrinizdə, çox fərq olur. Hətta insan tanımır. Bu kimində keçən il gələn insan idi. Tam fərqlidir. Bəli, o Fərq çox edə vacib. tanınmış insanlar da var, sizin əməliyyat etdiyiniz. Çox sağ olun. Bunlar da yəni ki, göz önündədir, artıq bütün gün ekranlardadır, efirlərdədir. Nəticələr göz qabağındadır. Var olun. Təşəkkür edirəm sizə. Sağ olun. 2 dəqiqə vaxtımız qalıb. Bir Bəli. sual da vermək istəyirəm ki, reabilitasiya, o tam istədiyimiz nəticə üçün başlayandan neçə vaxt, nə qədər vaxt lazım? Neçə aya tam belə Qısaca istədiyiniz gedişat o? barəsində danışım. Birinci gəlib qəbula yazılırsan, əməliyyat olunan günü səhər tezdən başlayırıq, axşam 6-ya qədər işləyirik. Pasiyentə lokal anesteziya eləyirik. İstəyənə sedasiya da eləyə bilərik, ancaq onu çox adam Ehtiyac istəmir. Bizim anestezikalarımız maşallah çox gözəldir, inyeksiya edirlər. Sonra günortaya qədər ayıq olur, pasiyentimizin alımını eləyirik. Günortadan sonra kanal açımını icra edirik. Pasiyent durur, çörək yer, yemək yer, komfortlu bir şəkildə hər bir şəraitimiz var. Sağ olsun klinikamızın rəhbərliyi və ətrafda olan deməli bütün vasitələrdən pasiyent istifadə edərək axşam saat 6-da təntənəli şəkildə yola salırıq. Yola salınır, bəli. 5-6 arası baxır kimdə nə qədər kredit var. Səhərsi pasiyentimiz gəlir, onun ilk yumasını icra edirik, sarğısını dəyişirik və s. və elə bu proseduralar gedir. Bəzən olur ki, elə ikinci, üçüncü günü bəzi insanlar ofis şəraitində işləyənlər işə çıxa bilər. Ümumiyyətlə biz fiziki olaraq insan bizə bir gün lazımdır. Yəni ondan sonra lazım deyil. Qaldı ki, digər məsələlər artıq o sosial məsələlərdir. Yəni çölə necə çıxım, qonşuya necə çıxım, o ayrı söhbət. Eləsi var çıxır, eləsi var çıxmır. 10 günə isə qabıq tökülür, artıq olur sport tipli bir saç. Ondan sonra pasiyent azaddır. İdman bir ayda olmaz. Siqaret içki məsələlərini izah edirik, təlimat veririk. Bu şəkildə nəzarətdə saxlayır. Əkilən saçlar isə 6 ay sonra başlayır çıxmağa. O dövrdə çox tələsirlər. Çox. Ki, nə oldu, çıxmadı, nə oldu, çıxmadı. Bəli. Təşəkkür edirəm sizə və Bakı Kliniki Mərkəzdə icra edirsiniz bu əməliyyatları və müraciət etmək istəyənlər də olsa, məlumatlı olsun. Zaten sizin Instagram səhifənizdə kifayət qədər nəticələr var, onlar da tanış ola bilərlər. Bugünlük saç həkimindən danışdıq dostlar. Dermatokosmetolog doktor Ramil Qocayev bu mövzuda çox güvəndiyim həkimdir. Ona görə də belə tam ürəklə deyirəm ki, bu həkimin əkdiyi saçları görmüşəm. Siz də ekranlarda görmüşsünüz. Çoxdur belə tanınmış insanlar ki, onlara Ramil doktor incə toxunuşlar edib. Təşəkkür edirəm sizə. Və son təşəkkürüm verilişimizin baş sponsoru Ştada şirkətinədir. Xroniki prostatit və silik ifrazı pozğunluqları 40 yaşdan sonra kişilərdə tez-tez rast gəlinən problemdir. Vitapros prostat vəzinə məqsəd yönlü təsir göstərən bir preparatdır. Vitapros iltihabı azaldır, qan dövranını yaxşılaşdırır və xəstəliyin simptomlarını aradan qaldırır. Vitaprosun müntəzəm qəbulu prostatın fəaliyyətini bərpa etməyə və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir. Təşəkkür edirik baş sponsorumuz Ştada şirkətinə. Digər sponsorumuz idman həkimi Fərid Səlimovdur. Fərid Səlimov Böyük Britaniyada təhsil alıb, fizioterapevtik yanaşmayla sizin xidmətinizdədir. Diz onurğa çiyin əzələ ağrılarının artıq daha tez və müalicəvi idmanla canınızı qurtara bilərsiniz, necə deyərlər. 055 318 83 94 nömrəsinə zəng edə bilərsiniz. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın, sağlamlığınızı sağlam ikən qoruyun. Hələlik. Verilişin baş sponsoru Vita Prost. Kişi sağlamlığı vacib olduqda.